Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, hörmətli izləyicilər, Xırdalan dairəsindən Binəqədiyə sentralinə gedən yolun üstündən Söğütlük deyilən ərazidə Sarıdurban yanından yoldan, marşdan 250-300 metr məsafədə, maksimum 400 metr məsafədə qoyulsun. Təxmini ölçü deyirəm. 2.5-2.6 sotun içində 4 geniş otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Nəzərinizə çatdırıram, bu ev şəxsi tikili olub, təzədən təmir olunub, satışa çıxarılıb. Gördüyünüz kimi həyətyanı sahəsi gözəl təmir olunub. Həyətinə metrlarla gördüyünüz kimi döşənib, drapları qoyulub, qaz, su, işıq, kanalizasiya hamısı qaydasındadır, mərkəzi xətti, sənədi adres ünvan olacaq, yəni köhnə dədə babadan damovoy deyilən qeydiyyata da köməkli göstərəcək. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin xarici görünüşü də gördüyünüz kimi göz qabağında, bura viranda hissəsi, ev kuru qabı qoşadaşdan inşa olunub. Yəni bu hissəsi də gördüyünüz kimi belə yaşıllıq salıb ev sahibi. Həyətinə də rahat 200 maşın da daxil ola bilər. Görsə həyətdə geniş. İndi qalxağın evin özü ilə tanış olaq. Bura viranda hissəsidir. Ev sahibi mətbəxdən də bir qapı qoyulub. Rahat burada gələcəkdə, yayda zətdə oturmaq üçün mətbəxdən birbaşa qulluq üçün birbaşa burada bir qapı qoyulub. Görürsünüz, indi mən oradan içəridən çəkəcəm mətbəxi ki, genişliğini göstərim. Kombinə təchiz olunub. Mətbəx mebelinə təchiz olunub. Gir yaşa, veşi götür, gəl gir evin içinə. Buradan daxil oluruq evin içinə. Girən kimi, gördüyünüz kimi, bax, belə bir görünüş dəhliz. Dəhlizin birinci başında sanuzeldir. Bax, görürsünüz, hörmətli izləyicilər. Ağ kafel metrlərdən istifadə olunub. Yuxarılar asma tavandan yığılıb. Moderator qoyulub. Səliqəli səmanlı evdir. Bura uşaq otağıdır. Baxın, haradasa 2.60-2.70'in bir 5 metreye 5.50 olar. Genişdir, yəni uzunluğu da yaxşıdır. Öz həyətinə baxır, qoşadaşlar inşa olunub. Qapıları zövlü qapılardan istifadə olunub. Aboylar, gözəl aboylardan istifadə olunub. Baxın aboylara. Yuxarın tavanı gördüyünüz kimi 3 metr haradasa rahat var. Burada hörmətli izləyicilər 4'ün 5'ə 20 kvadratlıq mətbəx. Mətbəxin genişliyinə baxın bir demə. Mətbəx mebellər təzə yığılıb ev sahibi, özü qoyub. Alan adam heç nə demir də, deyir, gəlim, veşimi götürüm, gəl gir evin içində yaşa. Artıq heç nəyə ehtiyac yoxdur. Burada hörmətli izləyicilər, baxın, geniş otağı var demək. 4 metrənin haradası 6.50-7 metrəyə bir, harada 25-28 kvadrata yaxın rahat bir yataq otağıdır. Yəni, belə hələm yataq otaqları hələ düşmür. Geniş yataq otağıdır. Burada qonaq otağıdır. Baxın. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055-389-38-08 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. Bu hissəsi də, bax, 4'ün 4'ə, harca 4'ün 4.50'yə, haradasa 20 kvadrata yaxın geniş yataq otağıdır. Baxın. Pəncərlərdə öz səhətlə baxır, hasarın içindədir. Pəncərlərin də demək, hamısı demək olar evin içində işə düşür. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055-389-38-08 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Yenə qeyd edirəm, ev Xırdalan dairəsindən Binəqədiyə sentralinə gedin yol üstündə Söğütlük deyilən bir ərazi var. Sarı Turbanın yanında. Orada Araz marketin düz arxasındadır. Gözəl bir yerdədir. Yəni yoldan 250-300 metr məsafəsi var. Maksimum 400 metr məsafədə. Evin qiyməti 110.000 start qiymətlə satışa çıxarılıb. Hörmətli izləyicilər, real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibindən görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. 110.000 start qiymətdir. Real alıcı olsa endirim olacaq. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.